Kinomuzun balaca İsmayılı Ceyhun Mirzəyev. Onun adı çəkilən kimi yaddaşlarda saf baxışlı, səmimi, biraz da kövrək uşaq obrazı canlanır. Amma bu baxışların arxasında böyük bir sənət ömrü, kinoya bağlanan taleyin uzun və keşməkeşli yolu dayanıb. Azərbaycan Film Kino Studiyasının dəhlizlərində böyüyən bu uşaq zamanla milli kinomuzun yaddaşına çevrilib. 46 illik ömrünün 35 ilini kinoya həsr edən sənətkarın istedadı hələ erkən yaşlarında özünü büruzə verib. 12 yaşında Ögey Ana filmində İsmail obrazı ilə tamaşaçı sevgisi qazanan Ceyhun Mirzəyev taleyin qəribə bir təsadüfü ilə aktyorluq sənətinə gəlib. Onun yaradıcılığı isə təkcə aktyorluqla məhdudlaşmayıb. Mozalan satirik kino jurnalı üçün yazdığı süjetlər onun düşüncə tərzinin, cəmiyyətə baxışının göstəricisi olub. Yaradıcılığının zirvəsi hesab edilən Fəryad filmində bir dövrün ağrısı və bir xalqın fəryadına çevrilən hadisələr real bir şəkildə canlandırılıb. Ceyhun Mirzəyev ekran əsərində həm başrol ifaçısı, həm də rejissor kimi özünü sınayıb. Təəssüf ki, bu onun yaradıcılıq nümunəsi olub. Ceyhunu nə qədər adam tanıyırsa, bir o qədər adamı da o tanıyırdı. Mən bundan açığın deyim istifadə elədim və onu dəvət elədim, ona ssenarini verdim, öz ssenarimi, Fəryad filminin ssenarisini. Çünki onu mən özüm üçün yazmışdım da. Verdim ona və xahiş elədim ki, həm də oynasın başrolda. Çünki onun o populyarlığı filmə lazım idi. Onun sevilən bir şəxsiyyət olmağı bu filmdə çox böyük əhəmiyyət kəsb edirdi də. Ölümündən 33 il keçsə də kinomuzun İsmayılı hələ də yaddaşlarda yaşayır. Bu münasibətlə Dövlət Film Fondunda sənətkarın xatirəsinə həsr olunan tədbir keçirildi. Dövlət Film Fondu artıq 3-cü yubileydir ki, ona həsr eləyir, onu qeyd eləyir. Həm onun 60 illiyi, həm onun 70 illiyi. İndi isə onun 80 illiyini qeyd eləyirik. Və mən qeyd eləmək istəyirəm ki, təsəvvür edin ki, Ceyhun Mirzəyev çox qısa bir həyat yaşadı. Amma 1905-ci ildən Azərbaycan kino fəaliyyət göstərdi. Tədbirdə aktyorun sənət yoldaşları mərhum sənətkar haqqında xatirələrini bölüşdülər. İllər keçsə də Ceyhun Mirzəyevin timsalında bu sənətdə iz qoyan sənətkarlar hər zaman xalqın yaddaşında yaşayacaqlar. Oruc Ələsgərov, Nuran Ələkbərli, Sevgi Əlzadə, Mədəniyyət xəbərləri.